Salam değerli izleyiciler. İndi sizə 15 iyun 2025-ci il tarixində OTK tərəfindən keçirilmiş birinci qrup və ikinci qrup riyaziyyat suallarının izahını verəcəm. Birinci qrupla ikinci qrupun ilk 27 sualı eynidir. Yalnız son 3 suallar fərqlidir. Ona görə də ikinci qrupun yalnız son 3 sualının izahını verəcəm. Başlayaq ilk sualdan. Ayın ədəd silsiləsində A5 bizə verib 8, A6 vur A7. Hasilin ən kiçik qiymətini tapın. Mən A6-nı yaza bilərəm A5 plus D şəklində. A7-ni də yaza bilərəm A5 plus 2D şəklində. Bərabərdir. A5 8-dir. Yerinə 8 yazsaq 8 plus D vurulsun 8 plus 2D. Bu da bərabərdir. Mütərizəni açsaq 8 dəfə 8 64. 8 dəfə 2 16D. D-ni 8'e vuranda 8D. Üstəgəl 2D kvadrat. Bu da bərabərdir. 2D kvadrat üstəgəl 16, 8, 24D. Üstəgəl 64. İndi hasil D-yə görə paraboladır. Yəni kvadratik funksiya alındı. D-yə görə kvadratik funksiya alındı. Və əmsalla 2'dir. Və əmsal 2 və müsbət olduğu üçün ən kiçik qiymət alır. Bunu tam kvadrata ayırıb daha rahat yaza bilərik. 2'ni mütərizə xaricinə çıxartsaq, alınır D kvadrat, üstəgəl 12D, üstəgəl 36 yazsam tam kvadratdır. 2 dəfə 36, 72 edir. Amma burada 64'dür. Çıx 8 yazmalıyam. 2 vurulsun, D plus 6'nın kvadratı, çıx 8. Baxırıq, parabolun təpə nöqtəsi -6, -8'dir. Ən kiçik qiymət -8. Ona doğru cavabımız burada B variantı. Doğru cavab -8'ə bərabərdir. Növbəti ikinci sualımız. İkinci sualımız belədir. Sürətdə 6 üstü 15x çıx 8. Məxrəcdə 6 üstü 10x üstəgəl 2 vur 6 üstü 5x üstəgəl 4. Bərabərdir 34. Tənliyin həll edin. İndi sürətdə 6 üstü 15x yaza bilərəm. 6 üstü 5x'in kubu şəklində. Çıx 8 də 2'nin kubu deməkdir. 2'nin kubu. Bu bərabərdir. Bunu belə yazırıq. A kub çıx B kub. Bir dəfə fərqlərini yazıram. Vurulsun birincinin kvadratı 6 üstü 10x. Üstəgəl hasilləri 2 vur 6 üstü 5x. Üstəgəl ikincinin kvadratı da 4 eləyir. Sonra nəyə baxırıq? Baxın, bu hissə ilə məxrəc ixtisar gedəcək də. Yəni bu iki hissə ixtisar gedəcək. Və nəticədə bizdə qalacaq sol tərəfdə 6 üstü 5x çıx 2 qalır. Bərabərdir 34'ə. 6 üstü 5x bərabərdir 36'ya. Deməli 5x'imiz 2'yə bərabərdir. 5x 2 isə x bərabərdir 2'nin 5'ə nisbəti. Yəni 0.4. Doğru cavab olacaq B variantı. 0.4'ə bərabərdir. Üçüncü sual. Bərabərsinin tam həllərinin sayını tapın deyir. Sürətdə bizə verib x kvadrat. X kvadrat üstəgəl 2x üstəgəl 5. Bölünsün x vurulsun. X çıx 6. Sıfırdan kiçik. Burada nəyə diqqət eləmək lazımdır? Sürəti belə yaza bilərəm. X plus 1'in kvadratı plus 4. Sürət buna ekvivalentdir. Yəni sürət buna ekvivalentdir. Bu da hər zaman sıfırdan böyükdür. Yəni ən azı 4'dür. Ona görə də məxrəc mənfi olmalı ki, nəticə ödənsin də. X vurulsun, x çıx 6 olmalıdır mənfi. Deməli, burada nəyə baxırıq? Buranın kökü 0'dır. Buranın kökü isə 6'dır. Ədəd oxunda yerləşdirdik. 6'nın sağında hər hansı bir ədəd seçirəm. 7. X'in yerine 7 yazsam hər ikisi müsbət. Hasil olacaq müsbət. Demək 6'nın sağında 7 qoysaq bəli hasil müsbət olacaq. 0 ilə 6 arasında x'in yerine 5 yazsaq, x'in yerine 5 yazanda biri müsbət, biri mənfi, hasil mənfi. 0'ın solunda x'in yerine mənfi 2 qoysaq, mənfi qoyanda hasil olacaq müsbət. Bizə mənfi lazımdır. Mənfi olan yer
0, 6. Yəni 0, 6. Tam həllərin sayını soruşur burada. 0-dan 6 arasında tam həllərin sayı 5 olacaq. Doğru cavab C variantı. Dördüncü sual. Diagonalları 12 və 16 olan rombun diagonalların kəsişmə nöqtəsindən tərəfinə qədər məsafəni tapın. İndi burada mən romb çəkəcəm. Bu olsun bizim rombumuz. Diagonalları çəkək. Biz bilirik ki, diagonallar düz bucaq altında kəsişir. Yəni bura 90 dərəcədir. Və diagonallar kəsişmə nöqtəsində yarıya bölünür. Bu hissə ilə bu hissə bərabərdir. Bu hissə ilə bu hissə bərabərdir. Diagonalın biri 12, biri 16 olduğu üçün, böyük diagonal 16 olduğu üçün körbucağın qarşısıdır. Bura 8, bura 8. Bura 6, bura 6. İndi bizdən soruşur, baxın, diagonalın kəsişmə nöqtəsindən tərəfə qədər olan məsafə. Bu məsafəni soruşur bizdən. Burada h deyirəm. Baxın, 8, 6 düzbucaqlı üçbucaq olduğu üçün bura 10'dur. Yəni 8, 6 Pifaqoran 10 çıxır. Bizdən h soruşur. Biz bilirik ki, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilmiş hündürlük katetlərin hasılı bölü hipotenuza bərabərdir. Katetlərin hasılı, yəni 6 vur 8 bölünsün 10. 48 bölünsün 10'a. Bu da edir 4,8. Yəni doğru cavabımız burada A variantı 4,8'e bərabərdir. 5-ci sual. Parabolasının təpə nöqtəsinin koordinatların hasılını tapın. Parabola əgər bu şəkildə verilibsə, biz deyirik ki, MN burada təpə nöqtədir. Amma parabola bu şəkildə verilməyib. Baxın, burada x-in əmsalı 1'dir, burada x-in əmsalı 3'dür. Deməli 3'ü buradan qabağa çıxartmaq lazımdır. Ona görə də mən yazıram fx bərabərdir. 3 vurulsun, x çıx 3'də 4'ün bu şəkildə kvadratı plus 15. Bu da bərabərdir. 9 vurulsun, x çıx 3'də 4'ün kvadratı üstəgəl 15. Artıq normal şəkildə yazdıq. 3'də 4, 15 adlanır nə? Parabolanın təpə nöqtəsi. Koordinatları 3'də 4 və 15'dir. Hasilini soruşur. 3'də 4'ü vurmalıyam 15'e. Bu da bərabər eləyəcək 20. Yəni doğru cavab olacaq Y variantı 20'ye bərabər. 6-cı sual. Tənlinin həqiqi köklərinin sayını soruşur. Burada nəyə fikir vermək lazımdır? Burada. Deməli, kökün dərəcəsi cütdür. Deməli, yazmalıyıq ki, 8 çıx x kubu böyük bərabər 0 şərtini yazmalıyıq mütləq. Bu ödənməlidir. Hasil 0 isə ən azı biri 0 olmalıdır. Bura 0 isə yazırıq mənfi x kvadrat. Üstəgəl 9 bərabərdir 0'a. X kvadrat bərabərdir 9'a. X bərabərdir plus minus 3. Nəyə baxırıq? Müsbət 3 bu şərti ödəmir. Bu şərti ödəmədiyi üçün mənfi 3 ödəyir. Deməli, buradan bilən kök mənfi 3'dür. Bunu götürdük. Bu kökdür. Digər tərəfdən ikincisi 0 ola bilər. Yəni kök altında 8 çıx x kubu bərabər olmalıdır 0'a. Demək 8 çıx x kubunun özü 0'dır. X kubu bərabərdir 8'e və x alınır burada 2. x2. Baxın, bir kök mənfi 3, bir kök də 2'dir. Köklərin sayını soruşduğu üçün, yəni 2 dənə kök var. Doğru cavab olacaq. Burada Y variantı. 2 dənə kök var. 7-ci sual. A vektorunu bizə verir burada. X1. B vektorunu verib 2y. Kolinar vektorlar və x, y cəmi 5'dir. X kvadrat plus y kvadrat cəmi soruşur. Kolinar vektordursa, uyğun koordinatların nisbəti, yəni x-in 2'yə nisbəti bərabər olmalıdır 1'in y-ə nisbəti. 1'in y-ə nisbəti. Buradan alınır x, y bərabər neçədir? 2. Bizdən də soruşur x kvadrat üstəlik y kvadratı nəyə bərabərdir? Yazırıq x plus y-in kvadratı çıx 2xy. Bu da bərabərdir. X plus y bizdə 5'dir. 5'in kvadratı çıx 2. X-in hasılı 2'dir. 25 çıx 4. Nəticə olacaq 21. Doğru cavab A variantı, yəni 21'ə bərabərdir. 8-ci sual.
Deyir ki, nöqtələri x, y müstəvisinə nəzərən simmetrik olarsa, x, y nöqtəsinə, x, y müstəvisinə nəzərən simmetrik olarsa, P, K, Q hasını tapın. X, Y müstəvisinə nəzərən deyirsə, x, y koordinatlar yerində qalır. Z koordinatı işarəsini dəyişəcək. X burada 5'dir birincidə. Burada 5'dir, burada P çıx 3'dür. Yəni P çıx 3 5'ə bərabər olmalıdır. Y burada 3'dür, burada Q plus 2'dir. Yəni Q üstəgəl 2 bərabər nəyə? 3'ə. Bunu da yazdıq. Sonra burada Z koordinatı 4'dür. Burada isə K çıx 7'dir. Deməli, K çıx 7 mənfi 4 olmalıdır. Mənfi 4. Z işarəsini dəyişməlidir. P buradan alınır 8. Q alınır buradan 1. K'da alınır neçə buradan? 3. Hasil soruşur. Hasil olacaq 24. Doğru cavab Y variantı 24'ə bərabərdir. 9-cu sual. A parametrin hansı ən kiçik tam qiymətində təhlükəsizlik sisteminin x-lik həlli üçün x0 bölüşür şərtini ödənir. Yəni x0-dan bölüş şərtini ödəyir. Deməli, x plus y bizə verib a çıx 5, x çıx y də verib a plus 3. Mənə x lazımdır. Toplasam tərəf-tərəfə y-lər gedəcək. 2x bərabərdir 2a çıx 2. X bərabərdir a çıx 1. X tapdım a çıx 1. Gətirib burada yenə yazsaq. A çıx 1 bölüşdür 0. A bölüşdür 1-dən. A 1-dən böyükdür. A'nın da ən kiçik qiymətini soruşduğu üçün, ən kiçik tam qiyməti doğru cavab olacaq D variantı, yəni 2-yə bərabər. 10-cu sual integral sualı və sualımız belədir. Bu suala baxın. Tam mənə göndərmişlər onu şəkildə açıq formada. Buna baxın, tam dəqiq yazın. Deməli, 2-dən 6-ya 4-cü dərəcədən x üstü 4 dx. Bu bərabərdir. 2-dən 6-ya yazırıq. 4-cü dərəcədən x üstü 4. Bunlar gedəcək ixtisar modul çıxır. Modul x dx. X 2-nin 6 arasında yerləşir və 2-nin 6 arasında müsbətdir demək. Moduldan özü çıxır. 2-dən 6-ya x dx. X integralı da bizə verir x kvadratı böl 2. 2-dən 6-ya. X'in yerinə 2 yazsaq 6'nın kvadratı böl 2 çıxılsın. X'in yerinə 2 yazsaq 2'nin kvadratı böl 2. Bax, birinci yuxarı sərhədi qoyuruq. İkinci də aşağı sərhədi yerinə qoyub fərqlərini tapırıq. 36'nın 2'yə nisbəti 18. 4'ün 2'yə nisbəti 2. 18 çıx 2 nəticə olacaq 16. Yəni burada doğru cavab 16'ya bərabərdir. 11-ci sual. İti bucaqlı üçbucağın iki tərəfinin uzunluğu 5 və 6'ya, bu tərəflər arasındakı bucağın sinusu isə 5'də 3'ə bərabərdir. Bu üçbucağın üçüncü tərəfinin uzunluğunu tapın deyir. İti bucaqlı üçbucaq deyir. İti bucaqlı üçbucaq deməli, bura 5 olsun, bura 6 olsun. Bu bucaq sinus alfanı bizə verib, 5'də 3. Deyir ki, bu tərəflər arasındakı bucağın sinusu 5'də 3'dür. 5'də 3'dür. Sinusu 5'də 3'dürsə, mən nə edəcəm? Ən rahat yolu nədir? Bunu əslində sinusu 5'də 3'dürsə, kosinusu yazırıq. Kosinusu 5'də 4 olacaq. 5'də 4. Yəni kosinuslar teoremindən mən x-i tapa bilərəm. Amma mən onu tapmayacağam. Burada mən hündürlük çəkirəm bura. Hündürlük çəkirəm bura. 90. Sinus alfa nə deməkdir? Bura h deyirəm. Sinus alfa bərabərdir h-ın 5'ə nisbəti. Sinus alfa da 5'də 3'dür. 5'də 3 bərabərdir h-ın 5'ə nisbəti. Deməli h nədir? h 3'dür. h 3. 5 3 Pifagorla bura olacaq 4. Ümumi 6 olduğu üçün bura olacaq 2. Baxın, təzədən Pifagor alınır buradan. X kvadratı bərabərdir 2'nin kvadratı üstəlik 3'ün kvadratı. Olacaq 13. X olacaq köşdə 13. Yəni doğru cavab burada A variantı. Köşdə 13'ə bərabərdir. 12-ci sual.
Binomun ayrılışındakı binomial əmsalların cəmini tapın. Binomial əmsalların cəmi 2 üstü n-ə bərabərdir. N-də buradakı qüvvət 7-dir. Yəni 2 üstü 7. Bu olacaq 128. Doğru cavab A variantı. Növbəti sual. Sinus 5x bərabər kökdə 3 kosinus 5x tənlinin ən kiçik müsbət kökünü tapın. Hər tərəfi kosinus 5x-ə bölsək, alınacaq tangens 5x bərabər kökdə 3. 5x-imiz bərabərdir. Arctangens kökdə 3 plus pika 5x bərabərdir. Tangens kökdə 3. Biz fikirləşməliyik ki, tangens kökdə 3 harda alır? Tangens kökdə 3-ü alır 60 dərəcədə. Yəni pi böl 3'də alır. Üstəgəl pika. Hər tərəfi 5'ə bölsəm x bərabərdir pi bölünsün 15. Pi bölünsün 5 vur k. Təbii ki, burada k sıfır olanda cavab artı alınacaq. Cavab alınacaq pi bölünsün 15. Doğru cavab olacaq D variantı. Növbəti 14-cü suala baxaq. 14. Burada tam yaxşı görünmür. Deməli, burada kubdur. Dərəcə. Qüvvət də kubdur. Burada 4-cü dərəcədir. Burada 4'ü də qıraqda verib. Deyir ifadəsini sadələşdirin. Burada nəyə fikirmək lazımdır? Baxın, şərti burada gizlədib. Baxın, A çıx 4. Yəni demək istəyir ki, bizə A 4-dən böyük bərabərdir. Yəni konkret. Çünki 4'ü qıraqda verib. Demək istəyir ki, bu müsbətdir. Yəni A 4'dən böyük bərabərdir. Kub olanda fərqi yoxdur. Üstlər ixtisar edəcək. Modulsuz çıxır. A çıx 3. Burada 4'lər onsuz da aparacaq və müsbət olduğu üçün olduğu kimi çıxacaq. A çıx 4 və olacaq 2A çıx 7. Doğru cavab olacaq C variantı. 2A çıx 7. 15-ci sual. Düz xəttdən 5 sm məsafədə olan nöqtədən bu düz xəttdə uzunları n plus 4 olan 2 mail çəkilmişdir. M-in hansı qiymətində maillərin oturacaqları arasındakı məsafə 2n plus 2 sm olar? İndi baxaq. Baxın, C nöqtəsindən düz xəttə qədər olan məsafəni bizə verib 5. Bu məsafəni 5 verib. Yəni CH-ı 5 verib. Bir də nəyə fikir veririk? Maillərin uzunları n plus 4. Burada n plus 4'dür. Baxırıq ki, bərabər yanlı üçbucaqdır. Ona görə CH oturacağı yarıya böləcək. Oturacağı da bizə verib 2m plus 2. Deməli, bura olacaq n plus 1. Bu da olacaq n plus 1. Yəni CHB düzbucaqlı üçbucaqdan Pifaqor teoremi yazsaq, n plus 4'ün kvadratı bərabərdir 5'in kvadratı. Üstəgəl n plus 1'in kvadratı. Burada alınır m kvadrat, üstəgəl 8m, üstəgəl 16, bərabərdir 25, üstəgəl m kvadrat, üstəgəl 2m, üstəgəl nə? 1. M kvadratlar gedir. 8m'dən 2m çıxanda 6m, bərabərdir 25 plus 1, 26, çıx 16, 10. Deməli, m bərabərdir 6-da 10'a, bu da bərabərdir 3'də 5. 2 hesablanır 3'də 5. Yəni doğru cavab burada olacaq 3'də 5. 3'də 5. 3'də 5 Y variantında oxşayır. Bəli, Y variantıdır. 3'də 5. On 16-cı sual və sual belədir. Bir çıx kosinus 8 alfa bölünsün sinus 4 alfa ifadəsini ala biləcək tam qiymətlərin sayını deyir, tapın deyir. İfadəsini ala biləcək tam qiymətlərin sayını soruşur. İndi baxaq, görək bunu necə yazacağıq. Burada bir çıx kosinus 8 alfa, bir çıx kosinus 8 alfa bizə verir 2 sinus kvadratı 4 alfa. Bölünsün sinus 4 alfa. İndi təbii ki, sinus 4 alfa 0 ola bilməz. Məxrəcdə olduğu üçün. İxtisar aparsaq, alınacaq 2 sinus 4 alfa. Biz bilirik ki, sinus 4 alfa yerləşir mənfi 1 ilə 1 arasında. Amma
burada 2 hal mümkün olacaq. 0 olmadığı üçün ona görə burada mən bunu 2 cür yazacağam. Sinüs 4 alfa yerləşir bir dəfə -1 ilə 0 arasında. Bir də yazıram ki, bir də 0-dan böyükdür, 1-dən kiçik bərabərdir. Belə yazsam da rahat görünür. Çünki məxrəc sinüs 4 alfa olsun, sinüs 4 alfa 0 ola bilməz. İndi burada da hər tərəfi 2-yə vuracağım. Burada alınacaq -2, 2 sinüs 4 alfa 0-dan kiçik. Burada 0, 2 sinüs 4 alfa kiçik bərabər 2-dən. Tam qiymətlərin sayı. 2 dənə tam qiymət burada var. 2 dənə tam qiymət burada var. Yəni 4 dənə tam qiymət olacaq. Buna doğru cavab olacaq B variantı. 16-nın doğru cavabı B variantında verilib. Keçək növbəti 17-ci suala. 17-ci suala deyir ki, A və B həqiqi ədədləri üçün A kvadrat 9-un modulu üstə gəlir B üstü 4 çıx 16-nın modulu 0 olarsa AB hasilinin kiçik qiymətini soruşur. Ən kiçik qiymətini. 2 modul ifadənin cəmi 0-sa deməli hər biri olmalıdır 0. Həm birinci modul ifadə 0 olmalıdır. Həm də ikincisi 0 olmalıdır ki, nəticə olsun 0. Çünki modulun nəticəsi mənfi deyil. Ya 0-da ya da müsbətdir. Cəm 0-sa deməli hər ikisi 0-dır. Modulun nəticəsinin 0 olması üçün modulun içərisi, yəni A kvadrat çıx 9 olmalıdır 0. B üstü 4 çıx 16 olmalıdır 0. A kvadrat bərabərdir 9. B üstü 4 bərabərdir 16. A bərabərdir plus minus 3. B də bərabərdir buradan plus minus 2. İndi hasilin ən kiçik qiyməti soruşduğu üçün AB hasilin təbii ki olacaq mənfi neçə olacaq? Mənfi 6 olacaq. Yəni doğru cavab olacaq B variantı. Yəni müsbət 3, mənfi 2 götürəcəm. Ya da mənfi 3, müsbət 2. Hasil olacaq mənfi 6. Ən kiçik qiymət onda baş verəcək. 18. D1, D2-yə, D3-ə paralel verib. D1, D2, D3-ə paralel. Bura D1-dir. Bura D2 və D3. D3. D4 də D5-ə paraleldir. D5-ə. D4 D5'e paraleldir. İndi deyir ki 4 alfa 6 beta çıx 3 qamma çıx fi ifadəsinin qiyməti neçə dərəcə olduğunu tapın. Burada nəyə fikir vermək lazımdır? Alfa ilə betanın cəmi 180'dir. Bir də fikir vermək lazımdır ki beta ilə qamma bax burada. Beta ilə qamma birbirine bərabərdir. Beta ilə qamma bərabərdir. Beta ilə qamma bərabər olduğu üçün mən burada artıq 3 beta yaza bilərəm də. Yəni qamma beta olsa olacaq 3 beta. O görə alınacaq 4 alfa üstə gəl 3 beta çıx fi. Çıx fi. İndi burada nəyə fikir vermək lazımdır? Fi ilə də qammanın cəmi 180'dir. Yəni finin yerinə 180 çıx qamma yazsa burada 4 alfa üstəlik 3 beta çıx 180 dərəcə plus qamma olacaq. Üzr istəyirəm. Burada düzdür. İndi burada qamma betaya bərabərdir. Onda alınacaq 4 alfa plus 4 beta çıx 180. İndi alfa ilə betanın cəmi 180 olduğu üçün 4 misli olacaq 720 dərəcə çıx 180 dərəcə. Bu da olacaq 540 dərəcə. Doğru cavab 18'de olacaq B variantı, yəni 540 dərəcəyə bərabərdir. Radiusu 6 cm olan çevrədə 79 dərəcəli mərkəzi bucağa uyğun qövsün uzunluğu 30 dərəcəli mərkəzi bucağa uyğun qövsün uzunluğundan neçə santimetr çoxdur? İndi baxırıq neçə dərəcə çoxdur? 79 çıx 39 dərəcə edir 40 dərəcə. 40 dərəcə çoxdur. Yəni belə bir ki 40 dərəcəli qövs qədər çoxdur. Yəni mərkəzi bucağı 40 dərəcə olan qövsün uzunluğunu elə bir ki bizdən soruşur.
L göbs bərabərdir 2 pi r bölünsün 360 dərəcə vurulsun alfa. 2 pini verib 3. Radius da 6 bölü 360 vurulsun alfada 40 dərəcə. Şimdi bunu hesablayaq. Görə burada nə baş verir? Deməli, burada edir 36. 36 2 dəfə 3 6 6 36 və burada təbii ki ixtisarlar gələcək. 36 buraya ixtisar gələcək. Burada 10, burada 1. 40-ın ona nisbəti cavab olacaq 4. Yəni 4 santimetr çox olacaq. Doğru cavab 4-ə bərabərdir burada. 20-ci sual. Diagram sualıdır. Burada qrupuna baxım. Bunun da təmiz versiyası göndərilib. Ona baxım, sonra başlayaq. Diaqramda birinci və ikinci torbalarda olan sarı və qırmızı kürəciklərin sayı verilmişdir. Hər torbadan eyni anda bir kürəcik götürüldükdə onların eyni rəngli kürəciklər olması hadisəsinin ehtimalını tapın. İndi baxaq. Deməli, birinci torbada ikinci torbada. Deməli, sarı, bir də qırmızı. Qırmızı olsun. İndi birinci torbada sarıların sayı görünür burada 2'dir. 2. İkinci torbada sarıların sayı 11 dənədir. 11. Birinci torbada qırmızıların sayı 8'dir. Digərində isə qırmızıların sayı 9'dur. İndi deyir ki, eyni anda hər torbadan bir kürəcik götürülüşdə onların eyni rəngli olması ehtimalı. Ya sarı gəlməlidir, ya da qara. Yəni bu şəkildə. Daha doğrusu qırmızı. Yəni birinci torbadan sarı çıxma ehtimalı olacaq 10'da 2. 10'da 2 ehtimalı. Vurulsun. İkinciden sarı çıxma ehtimalı 20'də 11. Və ya birinciden qırmızı çıxma ehtimalı 10'da 8. Vurulsun. İkinciden qırmızı çıxma ehtimalı 20'də 9. Bu da bərabərdir. İndi bunu hesablayaq. Nə baş verəcək burada? 10'u 20'ye vuranda 200. 200'də 22. İşte gel 200'də 72. Bu da bərabərdir 200'də 72 ilə 22'ni toplasaq 94. Bu da olacaq 0,47. Yəni doğru cavab olacaq C variantı. 0,47 ehtimalla. Keçən növbəti 21-ci sual. Buna da baxaq, görünmür burada. Görə burada necə verilib. Sual belədir. Limit x sıfıra yaxınlaşır. Deməli, limit x sıfıra yaxınlaşır. Kosinus 8x çıx kosinus 2x bölünsün sinus 3x. Baxırıq, x-i ilə 0 yazsaq, sürətlə məxrəcdə 0-a gedir. Ona görə də ya törəməsini alacağıq, lobdal tətbiq edəcəyik, ya da düstur. Bunun rahatı sürəti düsturu tətbiq edəcək sürətə yönəldir. Kosinus alfa çıx kosinus beta mənfi 2 sinus fərqinin yarısı. Fərqinin yarısı 3x-dir. Bir də sinus cəminin yarısı. Cəminin yarısı da 5x-dir. Bölünsün sinus 3x-ə. Sinus 3x. Sinus 3x-lər ixtisar gələcək və qalacaq mənfi 2 limit x sıfıra yaxınlaşır. Sinus 5x. İndi x ilə 0 yazsaq, mənfi 2 vur sinus 0 və nəticə 0 olacaq. Doğru cavab olacaq D variantı 0-a bərabər. 22-ci sual. Yenə görünmür, buna yenə baxaq. Kompleks ədədlər bölməsinə aiddir. Deməli, sürətdə 1/2 verib, sürətdə 1/2, məxrəcdə 1+2 verib. Kompleks ədəd üçün deyir, həqiqi hissə ilə xəyali hissənin cəmini soruşur. Burada deməli, bunu cəbri şəkildə yazmalıyıq. Sürətlə məxrəcin qoşmasına vurmalıyıq. Məxrəcin qoşmasına vuranda sürətdə alınacaq 2
1 çıx 2'nin kvadratı. Məxrəcdə də 1 plus 2, 1 çıx 2. Bu da bərabərdir. Sürətin asılını yazsaq 1 çıxılsın 4-i, 4-i, 4-i. Üstə gəl 4i kvadrat. Məxrəcdə alınır 1 çıx 4i kvadrat. i kvadratın yerinə mənfi 1 olduğunu nəzərə alsaq, sürətdən mənfi 3 çıx 4i. Məxrəcdə də i kvadratın yerinə mənfi 1 yazsaq 5 alınacaq. 5. Və alınacaq mənfi 5-də 3. Üstə gəl mənfi 5-də 4i. Bunu aldıq. İndi bunların cəmini soruşur. Yəni mənfi 5-də 3 ilə mənfi 5-də 4-ün cəmini soruşur. Bu da olacaq mənfi 5-də 7, olacaq mənfi 1,4. Yəni doğru cavab burada Y variantında verilib. Mənfi 1,4-ə bərabərdir. 23-cü sual. Sual belədir. X kvadrat çıx y kvadrat 15 bərabərini ödəyən x və y natural ədədlərin hasilinin ən böyük qiymətini soruşur. X natural ədədlərin hasilinin ən böyük qiymətini. Deməli, x kvadrat çıx y kvadrat belə yazırıq. X çıx y, x plus y. 15'i yazabilirim 1 vur 15. Yazabilirim 3 vurulsun 5. 3 vurur 5. Deməli x çıx y 1. X plus y olacaq neçə? 15. Bir də x çıx y 3. X plus y olacaq 5. Natural ədədlərin hasilinin ən böyük qiymət soruşduğu üçün o burada alınacaq. Toplasaq 2x bərabərdir 16'ya. X 8. X 8'dir, y də 7'dir. Ona görə də x, y hasilinin ən böyük qiyməti də burada alınır. 8 dəfə 7, 36. Yəni 36 deyirəm, üzr istəyirəm. 8 dəfə 7, 56. Yorğunçuluğun püf nöqtəsidir bir dəqiqə. 56'ya bərabərdir. Yəni doğru cavabı da 56'dır. 24. Fx funksiyasının qrafikinə absisi x0 olan nöqtədə çəkilən toxunan o y oxunu 0-8 nöqtəsində kəsir. Baxın, bura bu nöqtəni verir -8. Və deyir ki, f törəmə x0 da 4'dür. Və deyir, həmin toxunanın o x oxu ilə kəsişmə nöqtəsinin absisini soruşur. Yəni, bu toxunanın kəsişmə nöqtəsinin absisi. Toxunanın tənliyi y bərabərdir. F törəmə x0 vur x plus b. B toxunanın y oxu ilə kəsişmə yeridir. Yəni, b'miz -8'dir. Bu -8. Bucaq əmsalı da budur. 4 verib. Deməli, y bərabərdir. 4x çıx 8. İndi, abs oxu ilə kəsişmə nöqtəsi dediyi üçün y-ə 0 verməliyik. 0 bərabər 4x çıx 8'ə. 4x bərabərdir 8. X alınır 2. Deməli, kəsişmə nöqtəsinin absisi 2'yə bərabərdir. Yəni, doğru cavab burada 2'yə bərabərdir. Növbəti sual, 25-ci sual. Y bərabərdir loqaritm kök altında x çıx 3. Üstə gəl kök altında 6 çıx x funksiyasının təyin oblasına daxil olan tam ədədlərin cəmini tapın. İndi LC kök altında x çıx 3. Biz bilirik ki, loqaritm 6 ifadə həmişə sıfırdan böyük olmalıdır. Yəni x çıx 3 kök altında böyükdə 0 olması lazım. Bir də burada dərəcə cüt olduğu üçün 6 çıx x ilə böyük bərabər 0 olması lazım. Birinciden ne alınır? Birinciden alınır ki x'imiz mütləq 3'dən böyük olmalıdır ki bu ödənsin. İkinciden alınır x kiçik bərabər 6. Buradakı x'lər hansılardır? 4'dür, 5'dir, bir də 6'dır da. Tam ədədlərin cəmini soruşur. Bunları da toplasaq nəticə olacaq neçə? 15. Yəni doğru cavab burada 15'ə bərabərdir. 26. Orta xətti 6 olan ABCD bərabər yanı trapesiyanın daxilinə radiusu 2 olan o mərkəzli çevrə çəkilmişdir. AOB üçbucağın sahəsini tapın. BC AD'dir, paraleldir. Baxaq. Bərabər yanı trapesiyadır. Hazır trapesiyamız varkən trapesiyanı keçək. Deməli, BC AD'yə paralel. Ona görə belə yazıram. Bu şəkildə. İndi o mərkəzlidir, deyir. Mərkəz də burada olsun, o mərkəz burada olsun. O mərkəzli. İndi bizə nə soruşur? AOB üçbucağının sahəsi. Üçbucağının sahəsini soruşur.
İndi orta xətt 6-dır. Orta xətt 6-dırsa, deməli oturacaqların cəmi BC ilə AD-nin cəmi olacaq neçə? 12 olacaq. Yəni orta xətt oturacaqların cəminin yarısıdır. İndi bunun daxilinə çevrə çəkildiyi üçün dördbucağın daxilinə çevrə çəkilibsə qarşı tərəflərin cəmi bərabərdir. Deməli burada bunların cəmi AB ilə CD-nin cəminə bərabərdir. Yəni bu da 12-dir. Bərabərliyi olduğu üçün hər biri olacaq 6, 6. Bura 6. İndi çevrə gəlir, tərəflərə toxunur, bu şəkildə gedir. Elə ki, bu mərkəzi toxunma nöqtəsindən birləşdirsəm, bura 90 dərəcə əmələ gələcək. Və bura həm də olacaq radius. Yəni radius da bizə verib 2. Onda üçbucağın sahəsi S üçbucaq AOB bərabərdir. Radius vur AB böl 2. Yəni 2 vur 6-nın yarısı olacaq 6. Yəni doğru cavab burada 6-ya bərabərdir. 27-ci sual. Səthinin sahəsi S olan düzgün tetraedr üçün uyğunluğu müəyyən edin. Tetraedrin səthinin sahəsi. Tetraedrin səthinin sahəsi deməli A kvadratı köşkü 3-ə bərabərdir. Yəni bir dənə üzük bərtəfli üçbucaqdır. Sahəsi A kvadrat köşkü 3 böl 4-dür. 4 dənə üzüyü olduğu üçün A kvadrat köşkü 3 olacaq. İndi birinciyə görə yazırıq. A kvadrat köşkdə 3 bərabər 9 köşkdə 3. Buradan çıxır ki, A 3'dür. Tilin uzunluğu 3. A variantı. Tetraedrin 6 tili var. 6 tili. 3 dənə aşağı, 3 dənə yan til. Bütün tillərin uzunlarının cəmi bax burada 6 vur 3, 18. Buna həm də D variantı uyğun gəlir. Keçir ikinciyə. Deməli A, D variantı silindi. A kvadrat köşkdə 3 bərabərdir 4 köşkdə 3. Bunlar getdi. A alınır 2. A 2-dirsə, bütün tillərin uzunları cəmi 6 vur 2, 12. C variantı buna uyğun gəlir. Keçsək üçüncüsünə. A kvadrat köşkdə 3 bərabər köşkdə 3. A kvadratı alınır buradan 1. A alınır 1. A1. Bütün tillərin uzunları cəmi 6 vur 1, 6. Tilin uzunluğu 1'dir. Tillərin uzunları cəmi də 6'dır. Bütün tillərin. Ona görə BY. BY. Bu şəkildə. 1 AD, 2 C, 3 BY. 28-ci sual. Radiusu 4 cm olan 3 ədəd metal kürəni əridərək hündürlüyü 4 cm olan silindr formasında 2 eyni qaba tökdülər. Bu zaman qablar tam doldu və artıq ərinti qalmadı. Silindr formalı qabların oturacaqlarının radiusunu tapın. Deməli, kürənin həcmi 3/4 pi kubudur. Kürənin həcmi. İndi burada 3 dənə metal kürə olduğu üçün bir də 3'ə vurmalıyam ki, ümumi həcmi tapım. Deməli, ümumi həcm olacaq 4 pi r kubu. Üstlər gələcək burada ixtisar. Kürənin radiusunu verib 4. 4 pi vur 4'ün kubu. Bu da bərabərdir 256 pi. 256 pi artıq bu ümumi həcmdir. Yəni 3 dənə metal kürənin ümumi həcmidir. Bunları da yəni eyni formalı, hündürlüyü 4 olan silindr qaba töküblər. 2 dənə silindr qaba. Silindrin həcmi pi r kvadratı h-dır. 2 dənə silindr olduğu üçün 2 pi r kvadratı h yazacağam. Bu bərabərdir 256 pi'yə. Pi'lər getdi. R kvadratı h bərabərdir 128'ə. H-da 4 verib. R kvadrat bərabərdir 32 alınır buradan. R bərabərdir 4 köşkdə 2. Deməli, silindrin radiusu neçədir? 4 köşkdə 2 santimetrdir. 29-cu sual. A-nın C-yə nisbəti 3'ün 5'ə verib. B'nin 4'ə nisbəti verib C'nin 3'ə nisbəti. İndi C ilə 4'ün B'nin yerini dəyişə bilərəm. Daha doğrusu C ilə 4'ün yerini dəyişə bilərəm. B'nin C'yə nisbəti olacaq 3/4. 3/4. İndi burada nəyə baxırıq? Burada baxırıq ki, C'nin qarşısı burada 5'dir, burada 3'dür. Eyniləşdirmək lazımdır. 15'ə gətirmək lazımdır. Deməli 9 böl 15, 3'ə vurdum. 20 bölsün 15. Burada 5'ə vurdum. A 9K'dır. A 9K. B 20K'dır. C isə neçədir? C isə 15K'dır. İndi A plus B. A plus B toplasaq A ilə B 29K eləyir. 15K çıxsa 14K.
Baxın, A plus B çıx C-ni verib 42. Bərabər 42-yə. K alınır buradan 3. K3. Bizdən bunların cəmi soruşur. Bunların cəmi olacaq 44K. 44'ü də 3'ə vursaq, bu da eləyəcək 132. Yəni doğru cavab burada 132'yə bərabərdir. Nəhayət gəlib çatdıq birinci qrupun son sualı, 30-cu sual, isbat sualı. İndi buna baxaq, isbatı. Bunu biraz səliqəli formada bu tərəfdə çəkim, üstündə işləyirlər deyə yaxşı görünmür. Ümid edirəm ki, yəni düşündüyüm şəkildə verilib. A, B, C, D. Burada M nöqtəsidir. Burada da N nöqtəsidir. Bu şəkildə. Deyək ki, ABCD proqramında SABM, SABM, mən bura S1 deyirəm, yəni bura olsun S1, ABM. Üstəlik SMND, MND, bura S2 deyirəm, S2, bərabərdir BMN, S3 deyirəm bura, S3, bir də S3 bucaq NDC, bura S4. Yəni, bizə deyir ki, S1, S2-nin cəminin S3-dən S4-ün cəminə bərabər olduğunu ispat edin. Mən bura A deyirəm, bura B deyirəm, bura X deyirəm, bura Y deyirəm. Yeni baxırıq. Proqram, tərəfləri paraleldir. Buradan hündürlük çəksəm, bu hündürlük, yəni bu paralel tərəflər arasındakı həmişə sabitdir. Həm S3 üçbucağın hündürlüyü olacaq, həm S2 üçbucağın hündürlüyü, həm də S4 üçbucağın hündürlüyü olacaq. Ona görə S3 bucaq yazıram. ABM bərabərdir. Tərəf A vur hündürlüyün yarısı. S3 bucaq keçir obrisinə. MND bərabərdir. Tərəf B hündürlük H böl 2. İndi bunların cəmi, bunları toplasaq bizə verir bunların cəmi A plus B vur H böl 2. Yəni bu bərabərdir S1-in S2-nin cəmi. Bunu bildik. İndi digər tərəfdən yazırıq. S3 bucaq BMN bərabərdir. Tərəf X hündürlük H böl 2. S3 bucaq CND tərəf Y hündürlük H böl 2. İndi bunları toplansaq, bunların sağları toplansaq, alınacaq X plus Y vur H böl 2 bərabərdir S3-dən S4-ün cəmi. Bunu yazdıq. Bunları yazdıq. Biz bilirik ki, proqramın qarşı tərəfləri bərabərdir. Yəni X plus Y A plus B-yə bərabərdir. X plus Y A plus B-yə bərabər olduğu üçün, baxın, burayla bura eyni olduğu üçün H böl 2. Deməli, sol tərəflər eyni çıxdı. Sol tərəflər eyni çıxdığı üçün, deməli, S1, S2-nin cəmi S3-dən S4-ün cəminə bərabərdir. Bu da bunun isbatı. İndi keçək növbəti ikinci qrupun situasiya suallarına. İndi situasiya sualları belədir. Baxa görə nə deyir burada? Hər birinin oturacağının radiusu 12 cm olan silindr formalı 3 müxtəlif qabdan birincinin hündürlüyü 10 cm olub, 4% duz məhlulu ilə, ikinci qab isə 1% duz məhlulu ilə tam doludur. Bu iki qabda olan məhlulun hamısını həcmi 4608 pi kub santimetr olan üçüncü qaba tökdükdə, üçüncü qabda olan məhlulun dolu olan hissəsinin hündürlüyü 30 cm olar. Üçüncü qabın boş qalan hissəsinin hündürlüyünü tapın. Sol biraz çox həddən çox qarmaqarışıq yazılıb. Baxın, hər birinin oturacağın radiusunu 12 verib, silindr formalı 3 müxtəlif qabdır. Birincinin hündürlüyü 10 verib. Birincinin hündürlüyü 10 veribsə, ona birincinin həcmi V1 yazıram. P R1-in kvadratı vur H1. V1 bərabərdir. Deməli, radius 12 kvadratı 144. Hündürlükdə 10. Vur 10. Olacaq 1440 pi. Bu V1 idi. Bunu yazdıq.
Hər birində oturacağın radius standart hamısına eynidir. İkinci qab isə deyir 1% duz məhlulu ilə tam doludur. Tam doludur. İkinci qab duz məhlulu tam doludur deyir. Hər ikisi tam dolu danışılır burada. İndi deyir ki, bu iki qabda olan məhlulun hamısının həcmini, ikinci qabın hündürlüyü bəlli deyil. İkinci qabın hündürlüyü bəlli olmadığı üçün həcmi V2 bərabərdir. Pi vurulsun 144 vur H2. Yəni bu şəkildə olacaq. Yəni 144 H2, yəni pi H2 belə yazaq da. 144 pi H2. Bu da ikincinin həcmidir. İndi bu iki qabda olan məhlulun hamısını həcmi 4608 pi kub santimetr olan üçüncü qaba tökdükdə üçüncü qabda olan məhlulun dolu olan hissəsinin hündürlüyü 30 santimetr olar. İndi baxın. Üçüncü qab, yəni hər üçün oturacaq radiusu eynidir axı 12-dir. Üçüncü qabın həcmini yazıram. Pi vurulsun 12'nin kvadratı vurulsun H3 bərabər 4608 pi. İndi baxa görə nə alınır? Burada görə nə alınır? 4608 böləcəm 144'ə. 144'ə böldüm. H3 alınır 32. Deməli, üçüncü qabın hündürlüyü 32'dir. İndi deyir ki, tökdə üçüncü qabda olan məhlulda olan dolu hissənin hündürlüyü 30'dur. Dolu olan hissənin hündürlüyü 30'dur. Üçüncü qabın boş qalan hissəsinin hündürlüyü. Bax, boş qalan hissənin hündürlüyü buradan tapılır artıq. 32 hündürlüyü tapdıq. 32'dən 30 çıxanda neçə eləyir? 2. Bunu tapdıq. Bu 2'dir. İkinci qabın yan səthinin sahəsi. İkinci qabın yan səthi. İkinci qabın hündürlüyü mənə lazımdır. Onu tapmaq üçün biz artıq nə etməliyik? Deməli, biz üçüncü qabın normalda həcmini tapmalıyıq. Daha doğrusu bəli, dolu olan hissənin həcmini tapmalıyıq. Üçüncü qabın dolu olan hissəsinin həcmini tapmalıyıq. Ona görə də yazıram V2 bərabərdir. Pi vurulsun 144 vur. Deməli, dolu olan hissənin hündürlüyü 30'dur. Vur 30. V2 yazdım. V3. İndi bu həcm bu ikisinin cəmidir. Bu ikisinin cəmi. Yəni 1440 pi üstəgəl pi vurulsun 1440 yox 144 H2 bərabərdir. Pi vurulsun 144 vur 30. İndi hər birini burada 144 pi'yə bölsəm, burada alınacaq 10 pi, daha doğrusu 10 pi'yə bölürəm 144 pi'yə. Burada 10 alınacaq. Burada 10. 144 pi'yə böləndə burada H2 alınır. H2. 144 pi'yə alınanda isə burada 30 alınır. Deməli H2 neçədir? H2 20. Deməli ikinci qabın hündürlüyü 20'dir. İndi ikinci qabın yan səthinin sahəsi S yan bərabərdir 2 pi H'dır. 2 pi radius 12'dir. H da 20'dir. Bu da bərabərdir 2 dəfə 12 24 480 pi. Yəni bunun cavabı 480 pi'dir. Alınan yeni məhlulun duzluq faizini tapın. İndi alınan yeni məhlulun duzluq faizini tapın. İndi baxaq. İndi keçək növbəti. Deməli, ikinci qabın hündürlüyü 20'dir. 20. Onda həcmi tapsaq V2 bərabər olacaq. Neçə burada? Deməli 144 pi H2 20'yə hündürlükdə 20 olduğu üçün 20'yə vuranda olacaq 288 0 pi olacaq. Bu da bunun həcmi. Deməli V1 V2 artıq bəllidir. Deməli V1 V2 bəlli. Deməli deməli V1 1440 pi. 1440 pi. Burada yazdım. 1440 pi. İndi silək. İndi deyir ki, bu həcmdir artıq burada. Deyir ki,
Birinci qabda 4% duz məhlul. Yəni birinci qabın 4% duzdur da, 4% duzdur. İkinci qab isə 1% duz məhlulu tam doludur. Əslində burada 1400 tam rahat ixtisar getsin deyə burada əvəzləmə aparmaq olar əslində. 1440-a bir dənə T desək, biri elə ki 2TP-dir, bir də olacaq TP. Bunları qarışdırsalar ümumi məhlulun kütləsi olacaq 3TP. İndi birinci qabın 4% duzlu. 4% nə deməkdir? %4'ü. 2TP birinci qab olduğu için birinci qab TP'dir. 2TP yazdık. TP vurulsun 100 bölünsün. Vurulsun 4 bölünsün 100. İşte gel ikinci qab ise 1%'dir. Yani 2TP vurulsun 1 bölünsün 100. Şimdi bu bərabərdir. Gör nə alınır? Sürətdə alınır. Yüzdə neçə alınır? Yüzdə deməli burada 4, o da 2. 6 pi t bölünsün 3 pi t. Pi-t'lər gələcək 2'nin 100'ə nisbəti. Yəni qarışandan sonra %2 hissəsi duzdur. Bunu da faizə çevirsək 100'ə vurulacaq. 2% olacaq. Deməli qarışandan sonra 2% duz olacaq. Soruların icabı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.